Təsəvvür eləyin ki, mənim uşaqlarım böyüyüb, öz ailələri olandan sonra mən özümə düzəməlli ayaqqabı almağa başladım. Sevinirdim ki, mən özümə ayaqqabı alıram və ailə büdcəsi şoka girmir. Əvvəllər o hissi yaşamamışdım ki, mən ayda özümə 2 köynək ala bilərəm və büdcəmiz dağılmaz bundan. Yəni uşaqların mövcudluğu sənin bütün həyatını dəyişdirir. Uşaqlar bunun fərqində olmasalar. Amma bu gözəl, mən ata deyiləm, Çox bu gözəl gözəl duyğular bir şeydir. Bu sənin həyatının nə mənası olacaq ki, sən ata olmayacaqsansa, sən yük daşımayacaqsansa. Bir də kişi olmaq həm də ailəsini, vətənini və dəyərlərini qoruyaraq ölmək deməkdir. Kişilər çox azı qoca yaşlarına qədər gəlib çatırlar. Qadınlar həmişə ortalama kişilərdən çox yaşayırlar. Çünki onların həm çəkdikləri yük ağırdır, streslər ağırdır. Həm də müharibələrdə kişilər ölürlər.